İster 2020, ister 1991-ci illərin şəhidləri. Onların ruhları buradadır. Niye? Bəzən biganəlik görəndə bayaq dediyim kimi, mən öz-özümə danışırdım ki, değmez da bu qədər. Amma belə ki, vətənpərvər uşaqlar yetişir. Aqil, Elməddin, Orxan, elə də oradakı şəhid oğullarımız, buradakı şəhid oğullarımız, qızlarımız, ruhumuz şad olsun. Deməli, bu vətən üçün ölməyə dəyərmiş. Çünki siz hamınız qarşınıza məqsəd qoymuşdunuz ki, gələcək nəsilə bu utanç qalmasın. Canınızı verdiniz torpağa, o utanç hissi getdi. Bu cür vətənpərvər uşaqlar üçün artıq utanacaq bir şey qalmadı. Bunlar fəxrlə deyir ki, Azərbaycan azaddır və heç nədən utanmırlar. Hər yerdə başı uca, dili uzun gəzirlər. Çox sağ olun əziz övladlarım, balaca balalarım. Hər birinizə təşəkkür edirəm. Əlbəttə ki, başda İqlimə müəllimi olmaqla onun əziyyəti çoxdur sizin üstünüzdə. İqlimə müəllimə təşəkkür edirəm. Çox sağ ol, bu vətənpərvərlik hissi sizdə var ki, bu evlatlarımıza da onu aşılamısan. Çok sağ olun. Her birinize ayrı-ayrılıkla teşekkür edirəm. Her birinize Aqilin adınla, Elməddinimin adından, eləcə də o biri şəhid oğullarımızın adından her birinize teşekkür edirəm. Çok sağ olun əziz evlatlarım. İqlimə müəllimə sənə də xüsusi təşəkkürümüz. Çok sağ ol, teşekkür edirəm. Sağ ol.